Kərim Abbasov od püskürdü. Səni düşündüyüm bambalı müğənnilərdən də öyrənmək. Kərim kimdən və nədən danışır? Salam, aleykum salam. Vəsə. Kərimdən şok açıqlama. Mənim üçün dost kəlməsi var, amma bu sferadan biraz çətindir dost. Saçların qəşəngdir, xoşuma gəlir. Sən vurdurmusan bunu, harda vurdurmusan? Bütün bunlar birazdan. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Show biznes elə bir aləmdir ki, illərlə dostluq edənlər bir günün içərisində düşmən olurlar. Yaşanan xoş xatirələri yaşanmamış sayırlar. Show biznesin ən səs-küylü müğənniləri Kərim Abbasov və Niyam Salami zamanında çox yaxın dost olsalar da, artıq illərdir ki, bu dostluğa son veriblər. Amma bir müddət öncə Niyam Salaminin elə ARB televiziyasında həmin zaur verilişində Kərimlə barışmaq istəməsi bir çox sualları cavabsız qoydu. Kərimi görər-görməz bu məsələdə fikrini almaq istədik. Efirdə necə görmüşdün? Niyam tərəfini görmüşdüm. Efirdə nə görmüsənsə, yenə də elə. Kərim deyir ki, mənim heç nədən xəbərim olmayıb. Yəni efirdə necə görmüsənsə, yəni nə görmüsənsə mən də elə efirdə danışanda, Yəni efirdə gördüyün sən özün elə görmüsən, yəni xəbərin olmur. mən qaçdan xəbərim olmur. Mən səni düşündüyüm bambalı müğənnilərdən də öyrənmək. Qabağızdan quraq, əbilim, telefon, canım, biz o deyilik. Yəni danışıq olur. Yox. Yolda Niyam efirdə olub da yəni. Abbasov nə vaxtsa üz-üzə gəlsək, salam versə, salamını alaram deyir. Hadi hə, görüşəndə salam verərik, bircə görüşəndə baxışlar. Görüşəndə salam verəcək. Hələ görməmişik bir-birimizi. Yəni tədbirlərdə üzə gəlməmisən. Yox. Gəlsəz, sizə yaxınlaşsa, Salam aleykum salam. Amma əvvəlki o isti münasibət baş verməyəcək. Yox da olmaz axı. Olmaz. Hələ belə yaxşı. Salam aleykum salam. Vəsə. Qohumla da belə yaxşıdır. Doğma ilə də belə yaxşıdır. Salam aleykum salam. Çox dərinə gedəndə çox bilirlər çıxır ortaya. Lazım deyil. Belə yaxşı. Təcrübəli Kərim danışır. Fester kimi baxırsan, mənə xoşuma gəlir. Baxışların xoşuma gəlir. Bir təcrübəli Kərim danışır. Belə musiqi oxuya bilməzlər sizin dediyiniz ulduzlar. Maraqları çəkən mənəmsə başqaları mənə maraqlı deyil. Qazandım hər kəsi, saxta baxışlar məndən gəzir. Müğənni dost qapılarını bir dəfəlik bağlayıb. Deyir indi nə dost var, nə də Nə dost vaxtıdır. Deyir nə dost var. Dur. Dost var. show biznesdə heç kimlə dostluq edə bilməyən Kərim sanki ehtiyat edir. Mənim üçün dost kəlməsi var, amma bu sferadan biraz çətindir dost. Bu sferadan yox, məsələn başqa sferadan dostlarım var. Show biznesdən dostluq eləyə bilmirəm. Alınmır məndə. Alınmır. Hamı ilə dostam, münasibətim var. Salam, sağ ol, yaxşısan, əla. O da toydan toya, məclisdən məclisə. Belə mənim münasibətim yoxdur. İstəmirəm, özüm istəmirəm. O münasibəti istəmirəm. Belə yaxşı. Bağlamısınız yəni. Yaxşıdır da, belə yaxşıdır, rahat olur. Görəndə bir-birimizi demirik də, bu kimdir? Can necəsən, yaxşısan, əla. Ortada məsafə yaxşı şeydir. Niyə sizcə Niyam belə bir açıqlama etdi? Nə əsasən belə bir açıqlama etdi ki, yəni bizdə hər şey yaxşıdır, yəni görüşəndə də. Çünki qırırıq bir-birimizi. Nə desən axı, deyir, yaxşıdır da. Yaxşını da bəyənmirsiniz, qıranda da bir-birimizi bəyənmirsiniz. Nə istəyirsiniz? Hətta deyib istəmirsiniz barışaq. Hamı bütün show biznes yazmışdı ki, Niyamla barış. Axır ki, Zaur zəng elədi. Hə, telefondan salam aleykum salam. Tamam. İndi nədən üçün narahat eləyək? Qıraq bir-birimizi təzdən. Sizdə də az yoxdur. Qıraq bir-birimizi təzdən. Vallahi da, bilmirəm, mən nə istəyirsiniz? Sizin istəyinizə uyğun olacaq artıq hərəkət eləyək də biz. Necə ürəyin istəyir? Ürəyim necə istəyir? Saçlarım qaldı gözümə. Kərim söhbətdən yayınmaq üçün artıq neçənci dəfədir ki, müxbirimiz Elyarın saçlarına ilişir. Saçların qəşəngdir, xoşuma gəlir. Sən vurdurmusan bunu, harda vurdurmusan? Xoşuma gəlir saçların ona görə. İstəyirəm mən də eləyim saçlarımı.
Koyuşda eləyir. Bu mənə tanıtdıq, sənsən. Saç mənim özümündür, realdır. İzləyicilər onsuz da bilirlər. Bilirəm, parikdir. Mənə maraqlı deyil kim gəlir kimə səhiylə, kim yazıb mənə mənfi rəylər, sizə maraqlı olan şeylər mənə maraqlı deyil. Kərim Abbasov od püskürdü. Səni düşündüyüm bambalı müğənnilərdən deyirəm. Kərim kimdən və nədən danışır? Salam, aleykum salam. Vəsə. Kərimdən şok açıqlama. Mənim üçün dost kəlməsi var, amma bu sferadan biraz çətindir dost. Saçların qəşəngdir, xoşuma gəlir. Sən vurdurmusan bunu, harda vurdurmusan? Show biznes elə bir aləmdir ki, illərlə dostluq edənlər bir günün içərisində düşmən olurlar. Yaşanan xoş xatirələri yaşanmamış sayırlar. Show biznesin ən səs-küylü müğənniləri Kərim Abbasov və Niyam Salami zamanında çox yaxın dost olsalar da, artıq illərdir ki, bu dostluğa son veriblər. Amma bir müddət öncə Niyam Salaminin elə ARB televiziyasında həmin zaur verilişində Kərimlə barışmaq istəməsi bir çox sualları cavabsız qoydu. Kərimi görər-görməz bu məsələdə fikrini almaq istədik. Efirdə necə görmüşdün? Yan tərəfini görmüşdüm. Efirdə nə görmüsənsə yenə də hələ. Kərim deyir ki, mənim heç nədən xəbərim olmayıb. Yəni efirdə necə görmüsənsə, yəni nə görmüsənsə mən də elə efirdə danışanda, Yəni efirdə gördüyün sən özün elə görmüsən, yəni xəbərin olmur. mən qaçda xəbərim olmur. Mən səni düşündüyüm bambalı müğənnilərdən deyirəm. Qabağızdan quraq, əbilim, telefon, canım, biz o deyilik. Yəni danışıq olur. Yox. Yolda niyə? Efirdə olub da yəni. Abbasov nə vaxtsa üz-üzə gəlsək, salam versə, salamını alaram deyir. Hadi hə, görüşəndə salam verərik, görüşəndə baxışlar. Görüşəndə salam verəcək. Hələ görməmişik bir-birimizi. Yəni təbirlərdə üzə gəlməmisən. Yox. Gəlsəz, sizə yaxınlaşsa, Salam aleykum salam. Amma əvvəlki o isti münasibət baş verməyəcək. Yox da olmaz axı. Olmaz. Hələ belə yaxşı. Salam aleykum salam. Vəsə. Qohumla da belə yaxşıdır. Doğma ilə də belə yaxşıdır. Salam aleykum salam. Çox dərinə gedin, çox spillər çıxır ortaya. Lazım deyil. Belə yaxşı. Təcrübəli Kərim danışır. Tester kimi baxırsan, mənə xoşuma gəlir. Baxışların xoşuma gəlir. Bir təcrübəli Kərim danışır. Belə musiqi oxuya bilməzlər sizin dediyiniz ulduzlar. Maraqları çəkən mənəmsə başqaları mənə maraqlı deyil. Qazandım hər kəsi, saxta baxışları məndən əgəzir. Müğənni dost qapılarını bir dəfəlik bağlayıb. Deyir indi nə dost var, nə də Nə dost vaxtıdır. Deyir nə dost var. Dur. Dost var. show biznesdə heç kimlə dostluq edə bilməyən Kərim sanki ehtiyat edir. Mənim üçün dost kəlməsi var, amma bu sferadan biraz çətindir dost. Bu sferadan yox, məsələn başqa sferadan dostlarım var. Show biznesdən dostluq eləyə bilmirəm. Alınmır məndə. Alınmır. Hamı ilə dostam, münasibətim var. Salam, sağ ol, yaxşısan, əla. O da toydan toya, məclisdən məclisə. Belə mənim münasibətim yoxdur. İstəmirəm, özüm istəmirəm. O münasibəti istəmirəm. Belə yaxşı. Bağlamısınız yəni. Yaxşıdır da, belə yaxşıdır, rahat olur. Görəndə birimizi demirik də, bu kimdir? Can necəsən, yaxşısan, əla. Ortada məsafə yaxşı şeydir. Niyə sizcə Niyam belə bir açıqlama etdi? Nəyə əsasən belə bir açıqlama etdi ki, yəni bizdə hər şey yaxşıdır, yəni görüşəndə də. Çünki qırırıq bir-birimizi. Nə desin axı, deyir, yaxşıdır da. Yaxşını da bəyənmirsiniz, qıranda da bir-birimizi bəyənmirsiniz. Nə istəyirsiniz? Da deyim istəmirsiniz barışaq. Hamı bütün show biznes yazmışdı ki, Niyamla barış. Axır ki, Zaur zəng elədi. Hə, telefondan salam aleykum salam. Tamam. İndi nədən sizin narahat eləyək? Qıraq bir-birimizi təzdən. Sizdə də az yoxdur. Qıraq bir-birimizi təzdən. Vallahi da. Bilmirəm, mən nə istəyirsiniz? Sizin istəyinizə uyğun olacaq artıq hərəkət eləyək də biz. Necə ürəyin istəyir? Ürəyim necə istəyir? Saçlarım qaldı gözümə.
Kərim söhbətdən yayınmaq üçün artıq neçənci dəfədir ki, müxbirimiz Elyarın saçlarına ilişir. Saçların qəşəngdir, xoşuma gəlir. Sən vurdurmusan bunu, harda vurdurmusan? Xoşuma gəlir saçların ona görə. İstəyirəm mən də eləyim saçlarımı. Koyuşda eləyir. Bu mənə tanıtdıq, sənsən, hə. Saç mənim özümündür, realdır. İzləyicilər onsuz da bilirlər. Bilirəm, parikdir. Mənə maraqlı deyil, kim gəlir kimməsə ilə, kim yazıb mənə mənfərəylər, sizə maraqlı olan şeylər. Mənə maraqlı deyil,